Ama... Otur. Onun yeri değil. Seriyosun ola da. Yorulmadım ama... O nedir ama? Niye yazdırmışsan ki onu? İcazə verirlər xına yaxtı zad eləməyə. Xına yaxtıdır kimi sən, amma kimin oğlundur? Bu nə ola? Gedəndir bu. Söhbət vermə. Nəysə. Özün bilərsən. Burası vacib deyildi də, bu 809 gündür, nə olub? Bir il, 2 il yatsan, sənin bütün bədən gəlir yazır. Onu oynayacağım. Mama, gəldim səninlə danışım. Mən bilirəm, sağ ol. Mən yetimçiliklə böyütmüsən. Yeməmsən, yedizdirmirsən, içməmsən, içizdirmirsən. Həmişə də deyirdim, nə oldu, sənin toyunu görməyəm. İndi olmadı da qismət. Toy çöldə sən çərdə, onu eləyən bilir, ona görə də mən toy saxlayıram ama. Lazım deyil toy saxlayıram. Lazım deyil toyda. Nə danışırsan da? Toy atmin eləmək nə deməkdir? Bu nə biz predellikdir sən eləyirsən? Nə bir? Nədir? Neymiş? Bespredellik. Nədir ama? Elədiyin hərəkətin adı. Mən neynədim ki? Mama qurban, mən qudalarla söhbətə kurs olub kəlmə kəsmişim. İndi istəyirsən ki, eşidən bilən desin ki, ya, Südabə niseriozun adamdır. Ana, kursa bax, niseriyoza bax. Ay, ama sən nə oldu sənə? Sən nənə kimi başında yaylıq ocaqlar gəzən arvad nə oldu sənə? Ay, ana qurban olsun sənə. Sən məndə zaçepka tutma, başa düşürsən. Mən deyirəm ki, o toy olacaq, vəssalam. Mən abratlı sözümü yeyə bilmərəm. Ala, zaçepkaya bax. Yemərəmə bax, ala. Ara qaçma çıxım, ala mən, ala. Dinlənə ki, gecəm axşamlarında halva yiyən adam. Nə oldu sənə, mama? Sən söz yiyənmirsən. Bu nədir, mama? Səni kimdən salıblar biz yiyənə bir otağa? Bu nə sözlərdir? Səni burada saxlamaq olmazsa çox təhlükəlidir. Onu görüm, yalvarım, yaxarım, görüm, rəisin otağına girə bilsəm. Deyəcəm, sən elə buradan getsinlər. Get gör, neyniyirsən. Mən ölüm, onu gizlədim, mama. Yaxşı. Ala. Şimdi akşam ad günü hansı restorandadır? Premier Otelin restoranı. Hə, yaxşı. Saat 6'ya hazır ol, gələcəm. Buyurun, eşidirəm. Salam aleyküm. Reis, Qağaş əzizim, üzr istəyirəm. Mənim adım Asimandır. Südabə xanımın tək bircə oğluyam. Sadəcə bir xahişə görə gəlmişdim, reis. Mənim anam şərliyiblər, açığı deyim. Mənim anam şərliyiblər. Mənim anam o qədər inanclı, o qədər məsum, o qədər halal bir qadındır ki. Qağaş, yəni, bir təsəvvür edin ki, ziyarətgahdan türməyə gəlib düşüb mənim anam. Mən inanıram ki, haqq ədalət yerini tapacaq, reis. Sizdən nə istəyim var ki, sabah mənim toyumdur. Siz də toydasınız da. Ona görə ana xeyir duasına ehtiyacım var. Bircə gündə bir dənə xeyir dua versin, cənnət anaların ayağa qaldır. Adın nə oldu sənin? Azimam. Qasiman, sənin bu inançlı, halal anandan xəbərin var? Son 9 gündə yox. Nə olub ki? Nəsə olub ama? Anam burada məhbusların arasında palajeniya yaratmaq istəyir. Öz zakonlarını yeridir. Hələ Kiliska da götürüb özünə. 5 barmaq Südabə. Hayır, siz nə danışırsınız burada? 100% yenə də bax, qara qüvvələr bizim əleyhimizə işdir. Mənim anam ola bilməz, bu mümkün deyil. Yəni, ama 5 barmağı ziyarətgaha görə götürməmişdim, mama. De qoy, reis bilsin də, görmürsən, şərliyirlər bizi yenə, hə? Sağ ol, reis. Belə başa düşdüm ki, yox deyirsən də, hə? Günah məndədir ki, niyə Pagonun kabinetinə gəlmişəm? Ay mama, zarafatından qalmırca. Ne? Yenirsən, ay mama. Və o qədər şeirlər bilirəm, reis. Ana şeirlər bilirəm, vaxtımızı azdı, vaxtınızı da almayayım. Sonuncu dəfə xahiş eləm. Reis, bir də özümüz idək. Kim nə biləcək? Yəni, bunu özünüz həll eləyin. Nə hörmətiniz? Başınız xarab olub. Qanunla icazə verə bilmərəm. Gedə bilərsiniz, mümkün deyil. Reis, ola bilər ki, başımız xərəbdir. Əsas odur ki, bəziləri kimi qanımız xərab olmasın. Gedə bilərsiniz. Ay mama. Ananı əsəbləşdirdisi. Sən də gedə bilərsən, vaxtımı çox alma. Son dəfə ana məhfumunu gözünüzün qabağına gətirin. Kreslo dəyişdi, hə? Anaya qarşı fikirləri. Gedə bilərsiniz. Yaxşı. Amma unutmayın ki, Bakı nə qədər böyük görsənsə də balaca şəhərdir. Görüşəcəyik inşallah. Çox sağ olun. Əlindəkini qoy bura. Əlindəkini qoy yerinə.
Bu əslində mən özüm gətirmişdim. Elədirsə problem yoxdur. Bu siz, bu da məndən sizə yadigar qalsın. Sağ ol. Anasının balası. Sağ ol. Hala götür də. Alo. Hardasan qağaç? Dəniz qırağında. Dincəlirsən, hə qağaç? Hala qırda bir boğulu vaxtıdır, təcili görüşməliyik, bura. Ağzı bütöv də heç olmasa, hə? Yaxşı, qaqaş, yaxşı. Gəlirəm, bura, gəlirəm, davay. Tanıyıram da, la. Davay, gəl. Ay, kiniyəlisən? Neyirəm ki, qaqaş? Bu mənim maşınımdır. Ana! Qaqaş, üzr istəyirəm, anam həbsdədir deyənə. Qalmışam belə, mən dəyişik salmışam. Məndə də qaradır, qaqaş, ona görə. Rənginə görə, sağlığına qaqaş, üzrlü hesab elə. Allah, bütün qapıları açsın, qaqaş. Sağlığına, xorullamağa əla idi. Getdik, qaqaş. Öpürəm, öpürəm, incirlik yoxdur, qaqaş.